Hər vaxtınız xeyir əziz izləyicilər, sığorta vaxtı verilişinə baxırsınız. Bu gün süd vəzi xərçəngi ilə mübarizədə icbari tibbi sığortanın rolu haqqında danışacağıq. Bildiyiniz kimi oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Gəlin ilk öncə qonağımızı təqdim eləyək. Qonağımız bu gün 10 saylı şəhər poliklinikasının onkoloq-mamoloqu Gülnarə xanım Mustafazadədir. Gülnarə xanım, xoş gəlmisiniz. Xoş gəldik. İlk sualımızla başlayaq. Süd vəzi xərçəngi qadınlarda nə qədər geniş yayılıb və ən çox kimlər risk altındadır? Nəzərə alsaq ki, bütün dünyada 8 qadından biri süd vəzi xərçəngi ilə mübarizə aparır və Azərbaycanda da bu tendensiya artmaqda davam edir və əvvəllər bu yaş faktoru 50-nin üstü idisə, artıq bu çox gəncləşmişdir. Bizim 20-30'lu yaşlarımızda belə süd vəzi xərçəngi ilə mübarizə aparan xanımlarımız var və bu ona görə də xanımlara daha ətraflı müayinə və kontrollara gəlməyi biz məsləhət görürük. Bəs məndə olmaz düşüncəsi nə qədər doğrudur? Yəni çox adam bilir ki, ətrafdan eşidir ki, kimsə süd vəzi xərçənginə yoluxub və s. amma heç kəs öz üstünə götürmək istəmir. Hamı düşünür ki, məndə olmaz. Bu nə dərəcədə doğrudur? Hər qadın mı risk altındadır? Baxın, bu fobiya bütün xanımlarda var, amma qadın olmaq belə özü risk faktorudur. Yəni heç bir sizin şikayətiniz olmadığı təqdirdə belə artıq qadın olmağınız sizi risk faktorlarına sayılır və burada risk faktorları var ki, hansı xanımlar daha rutin kontrollarını aksatmamalıdır. Buna uyğun olaraq müayinələrdən keçməlidir. Bəs yəqin ki, ailəsində bu xəstəliyə yoluxmuş şəxslər daha çox risk altındadır. Yəni burada genetik faktorlar nə dərəcədə rol oynayır? Ümumiyyətlə risk faktorları dedikdə bəli biz bunu nəzərə alırıq ki, birinci nəsil qohumlarında süd vəzi xərçəngi rast gəlinmiş xanımlar daha böyük risk qrupuna daxildirlər. Bu xəstələrə biz daha erkən rutin kontrolları məsləhət görürük, nəinki digər xanımlara. Bəs bir də mənə bir sual maraqlıdır. Süd vəzi xərçəngi adətən qadınlara şamil edilir. Bəs kişilərin yoluxma faizi varmı? Bəli, çox nadir də olsa bu rast gəlinir. Dünyada 2% belə döş xərçəngi ilə mübarizə aparan kişilər var. Düzdür, bu çoxluq təşkil etmir, amma kişilərdə olmayacaq deyə də bir şey yoxdur. Bəs Gülnarə xanım, erkən diaqnoz deyirik ki, həyat xilas eləyə bilir hər xəstəlikdə olduğu kimi. Erkən diaqnozun önəmini vurğuluruq. Bəs süd vəzi xərçəngində bu nə dərəcədə rol oynayır? Erkən aşkarlanma ilə tam sağalma şansı mümkün olurmu? Bəli, erkən qoyulan hər bir xəstəlikdə erkən diaqnoz daha yaxşı müalicə metodlarını və daha tez sağalmanı gətirib çıxarır. Süd vəzi xərçəngində də bu belədir. Yəni xəstəyə daha tez erkən diaqnoz qoyularsa və doğru, düzgün müalicə protokolu tərtib olunarsa, bu xəstəlikdən sağalma şansları var xanımların. Bəs sizin pasientlər arasında belə bir təcrübəniz olubmu ki, kimsə müraciət eləyib və onu tez aşkarlamışsınız ki, süd vəzi xərçənginə yoluxma şansı var və qarşısını almışsınız? Bəli, bizim pasientlər arasında olubdur. Biz ilkin mərhələsi sayıldığımıza görə tibb müəssisələrinin bizə daha çox belə xəstələr gəlir və biz burada aşkarlayaraq xəstələri daha tez ixtisaslı həkimlərə bəli müraciət elətdirib və burada müalicəmizi daha erkən başlayıb da yaxşı nəticələr almağımıza nail ola bilirik. Bəs Gülnarə xanım, adətən hansı simptom, hansı şikayətlə gəlirlər? Yəni özləri şübhələnirmi ki, süd vəzi xərçəngi ola bilər, yoxsa tam başqa bir şikayətlərlə gəlirlər, amma sonra aşkar edirsiniz ki, bunda nəsə bir risk ola bilər? Çox sevindirici haldır ki, xanımlar artıq heç bir şikayəti olmadan belə maarifləndirmə kampaniyaları ilə bunu anlayaraqdan da, yəni rutin kontrol müayinələrinə gəlirlər. Amma əfsuslar olsun ki, elə xanımlar da var ki, artıq hər hansısa bir əlaməti görərəkdən bir törənmə mi deyək, bir qanlı ifrazat mı görək eləsinlər və belə də müraciət edə bilirlər. Bəs necə etməliyik? Hansı simptomlar olduqda biz artıq bilməliyik ki, həkimə müraciət etmək lazımdır? Ümumiyyətlə, yəni hər bir xanım özünü tanımalıdır və bundan ötürü ən azı evdə rutin müayinələri, özünü müayinə etməlidir. Bu nədən ibarətdir? Yəni hər bir xanım öz süd vəzisini tanımalı və ən azından ayna qarşısına keçib də hər iki süd vəzini vizual olaraq orada bir dəyişikliyinə baxmalıdır ki, hər hansı bir qabarıqlıq varmı, törəmə varmı, portağal qabığı simptomu dediyimiz bir törəmə əlamət varmı və yaxud da süd vəzi giləsindən bir axıntı gəlirmi, axıntı
saçının rəngi nə rəngdirmi, bir süd vəzi digərindən böyükdürmü, kiçikdirmi, gözlə görülən bir törəməsi varmı və yaxud da əllə hiss ediləcək bir törəməsi varmı? Bunlar olduqda və yaxud da hər iki süd vəzində bir ağrısı varmı? Ağrılar periodikdirmi, tək tərəflidirmi? Yəni bunları özlüyündə müşayiət eləyib və bir narahatçılığı olarsa mütləq şəkildə həkimə müraciət eləməlidir. Gülnara xanım, onda erkən aşkarlanmadan danışmışkən qeyd eləyək ki, simptomlar olmamışdan da qadınlar müayinələrdən keçməlidirlər. Nə qədər müddətdən bir müayinələrdən keçməlidirlər? Yəni tövsiyə olunan budur ki, 18 yaşına çatmış hər bir xanım rutin olaraq kontrol müayinələrə gəlməlidir. Bu müayinə ultrasəs müayinəsidir, süd vəzinin ultrasəs müayinəsi. Artıq 35 yaşından sonra biz xanımlara illik mammoqrafik müayinələri məsləhət görürük ki, illik olaraq mammoqrafik müayinələrdən keçsinlər. Yəni bunu mütləq şəkildə 18 yaşından başlayaraq bu müayinələri tövsiyə edirik bütün xanımlara. Əgər bundan erkən hər hansı bir şikayət olarsa, təbii ki 18 yaşı gözləmək lazım deyil. Bəzən bizdə uşaq yaşlarında da belə süd vəzində bəzi problemlər yarana bilir. Ən gənc xəstəlik neçə yaşdan etibarən görülə bilər? Süd vəzi xərçəngi deyiriksə, əgər sırf xərçəngə yönəlib, bu 18-20 yaşlarda da belə yarana bilər. Yəni bunda dəqiq bir yaş yoxdur ki, bu yaşdan sonra yaranır, amma ən çox yəni bir 40 yaşın üzərində daha çox rast gəlmə tezliyi var. Amma yenə də 18 yaşdan yuxarı hər qadına tövsiyə edirik ki, mütləq şəkildə. Bəs icbari tibbi sığorta haqqında danışaq. İcbari tibbi sığorta hansı müayinələri qarşılayır? İcbari tibbi sığorta süd vəzi ilə bağlı instrumental laborator müayinələrin demək olar ki, hamısını qarşılayır. İlkin tibb müəssisələri, təbib tabeli tibb müəssisəsində ultrasəs müayinələri, daha sonra əgər hər hansı bir aşkarlanma yaranarsa, bundan sonra mammoqrafiya, ehtiyac olarsa kontrastlı MRT müayinələri və laborator müayinələr, bunun hamısını icbari tibbi sığorta qarşılayır. Xidmətlər zərfində bunların hamısı var. Bunun üçün vətəndaşlar nə etməlidir? Bu xidmətdən istifadə etmək üçün? Bu xidmətdən istifadə etmək üçün vətəndaşlar təbib tabeliyində olan tibbi müəssisələrinə şəxsiyyət vəsiqələri ilə yaxınlaşıb, hansı müəssisədəki onkoloq, mammoloqlar var, onların xidmətlərindən istifadə edə bilərlər. Eyni zamanda əlavə edim ki, hansı xəstəxanalarda bu xidmətlərin olduğunu bilmək istəyirsinizsə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsi olan its.gov.az-a daxil ola bilərsiniz və burada tibb müəssisələrinin axtarışı sistemindən istifadə etmək olar. Tibb müəssisələrinin axtarışı sistemində sizə lazım olan xidmətin, yəni mammoloq, onkoloqda ixtisaslı həkim müayinəsinə keçməyi, o xidməti yazırsınız, qeyd edirsiniz və hansı xəstəxanalardakı bu xidmət, o həkimlər var, həmin xəstəxanaların siyahısı ilə tanış olursunuz. Daha sonra bu sizin üçün həm vaxt itkisinin qarşısını alacaq, həm də daha rahatlıqla xəstəxananı taparaq müraciət edə biləcəksiniz. Bəs mammoqrafiya, Gülnara xanım, deyilir ki, qızıl standartdır süd vəzi xərçəngində. Mammoqrafiya, bir daha qeyd edərsiniz, hansı yaşdan etibarən yönləndirirsiniz? Bəli, bu dünyada qəbul olunmuş bir qaydadır. Mammoqrafiya süd vəzi xərçəngini aşkarlamaqda qızıl standart hesab olunur. Yaxşı olar ki, 35 yaşından sonra xanımlar illik kontrol mammoqrafik müayinələrdən keçsinlər. Təbii ki, burada əgər kiminsə anamnezində birinci dərəcəli qohumlarda süd vəzi xərçəngi aşkarlanıbsa, bu xanımları daha tez cəlb eləyirik kontrol mammoqrafik müayinələrinə. Heç bir şikayət olmayan xanımlar, ailə anamnezində risk qrupuna daxil olmayan xanımlar isə 35 yaş üzərindən məsləhət görürük ki, illik kontrol müayinələrdən keçsinlər. Bəs gənc xanımlarda dediniz ki, 18 yaşdan yuxarı yoxlanılmalıdırlar. Onlara yəqin ki, mammoqrafiya ehtiyac duyulmur. Onlar bəs hansı müayinələrdən keçir? Xeyr, 18 yaşından 35 yaşına qədər yaş qrupunda mammoqrafiya xəstələrə məsləhət görmürük. Burada ilkin müayinə ultrasəs müayinəsidir. Əgər ultrasəs müayinəsində hər hansı bir aşkarlanma yaşanarsa, şübhəli bir durum yaranarsa, artıq bu zaman mammoqrafik müayinəyə yönləndiririk. Bəs Gülnara xanım, istəyirdim danışaq ki, qadınlar özləri ev şəraitində də özlərini müayinə edə bilirlər. Belə bir məlumat var. Bəs bu ev şəraitində özünü müayinə neçə yaşdan başlamalıdır və hansı qısa izləyicilərimizə deyə bilərsiniz qısa yolları ki, nə şəraitdə necə özlərini yoxlamalıdırlar, yəni hansı üsullarla? Bu da 18 yaşından etibarən başlanmalıdır. Bütün xanımlar
Aha. süd vəzi müayinələrini aparmalıdırlar. Bu necə baş verməlidir? Evdə çox sadə bir üsuldur. Hər bir xanım evdə az öncə qeyd etdiyim kimi ilk olaraq vizual baxmalıdır süd vəzlərinə. Yəni onun simmetriyasına mı, hər hansı bir dəri dəyişikliklərinə mi, qızartısı varmı, bir ödemli sahəsi varmı, törəməsi varmı, hansı ki süd vəzindən qabaran, əllə belə yəni ehtiyac deyil əl vurmağa, gözlə görünən bir qabartı olarsa və yaxud da giləsindən axıntı gəlirmi, bu axıntılar hansı rəngdədirmi, yəni daha çox biz qanlı axıntılardan qorxuruq, yəni buna nəzarət eləməlidir. Bundan başqa olaraq güzgü qarşısında sağ və sol əlini, hər hansı birini başının arxasına qoyaraq, digər əli ilə, dörd barmaq vasitəsilə süd vəzini saat əqrəbi istiqamətində deməli periodik olaraq yüngül palpasiya eləməklə öz süd vəzinə baxmalıdır və orada əlinə hər hansı bir bərkimə sahəsi, hər hansı bir törəmə əgər hiss edərsə, bu zaman həkimə müraciət etməlidir. Yəni toxunuşlarda. Yüngül toxunuşlar zamanı gilədən yenə deyirəm axıntı gələrsə qanlı, bu zaman həkimə müraciət etməlidir. Aha. Bəs Gülnara xanım, danışdıq ki, genetik faktorlar rol oynayır. Əgər kiminsə ailəsində birinci dərəcəli qohumlardan kimsə bu xəstəliyə yoluxubsa, o şəxslərdə daha çox rast gəlinir. Bəs başqa sizcə nə kimi faktorlar var ki, hansı ki təsir edir ki, həmin şəxslərdə süd vəzi xərçəngi yarana bilər? Yəni belə deyim, sualı bir daha təkrar edim ki, süd vəzi xərçəngindən qorunmaq üçün nələr etməliyik? Məsələn, hər hansı bir qidalanmada, həyat tərzində dəyişikliklər etmək kömək olarmı ki, süd vəzi xərçənginin qarşısını alaq? Baxın, risk faktorlarının içində bədən kütlə indeksimizin 25-dən üstün olması bu nə deməkdir? Yəni artıq çəkili. Bu da bir risk faktorudur və bizim həyat tərzimiz, zərərli vərdişlərdən istifadə bu da bir risk faktoruna gətirib çıxarır. Dinamik olmayan bir həyat tərzi, bu da bizim risk faktorlarımıza gətirib çıxarır. Ona görə də biz xəstələrə məsləhət görürük ki, daha aktiv həyat tərzi keçirsinlər, zərərli vərdişlərdən uzaq olsunlar, daha çox belə deyək, gün şüaları qəbul eləsinlər, D vitamini, bu da süd vəzində çox böyük rol oynayır, qəbul etsinlər. Bu kimi öz işlərin, yəni həyat tərzlərində dəyişiklik etsinlər. Aha. Bəs süd vermək bu xəstəliyin riskini artırıb azaldırmı? Bununla bir əlaqəsi varmı? Çünki bəzi mənbələrdə qeyd edilir ki, anaların uşağa süd verməsi süd vəzi xərçənginin riskini artıra bilər. Bu Ümumdünya Səhiyyə Təşkilatında da belə qeyd edilib ki, əslində süd vermə qadınların bir qoruyucu yöntəmidir. Yəni süd verən analar digər analara nisbətən daha az süd vəzi xərçəngini yoluxmaq olurlar, bəli, azaldır. Ona görə də biz qadınlara məsləhət görürük ki, ən azı 2 il müddətində uşaqlara süd versinlər. Yəni nə qədər ki süd vermə çox zamanı artarsa, bu zaman süd vəzinə yoluxma şansımız da azalmış olur. Gülnara xanım, istərdim praktikanızda ən yadda qalan müalicə hekayəsi varsa onu bizlə danışasınız. Hansı ki erkən aşkarlanmısınız və daha çox sağalma şansına nail olmusunuz. Danışa bilərsinizmi? Bəli, bizim bir xəstəmiz olub, poliklinikaya müraciət edib, sadəcə ağrı şikayətləri ilə. İlk öncə biz ona ultrasəs müayinəsi eləmişik, orada şübhəli bir sahə tapmışıq. Daha sonra onu mammoqrafik müayinəyə göndərmişik laborator nəticələrlə. Artıq orada şübhələndiyimiz deməli xərçəngə şübhə yarandığına görə xəstəni daha bir üst müəssisəyə göndərib xəstədən biopsi götürülüb, diaqnoz təsdiqlənib və xəstə müalicə protokolu tərtib olunub. Müalicəsini başlayıb, xəstə hal-hazırda müalicəsini demək olar ki, bitirmişdi və rutin kontrol müayinələrinə davam edir. Kontrol müayinələr də, məsələn, süd vəzi xərçənginin deyək ki, sağalmış bir xəstələr ilk ilində 3 aydan bir, növbəti ildən isə 6 aydan bir kontrol müayinələrini axsatmamalıdırlar. Bəs bəzi xəstələr var ki, diaqnozdan qorxurlar, həkimə getmirlər, özlərində nəsə aşkar etsələr belə, şübhə olsa belə onlarda. Həmin şəxslərə nə demək istərdiniz? Biz bu şeylərlə çox rastlaşırıq. Xəstə gəlir, orada hər hansı bir şübhəli bir şey tapırıq. Xəstəyə məsləhət görürük. Xəstə daha üst müayinələrə getməkdən imtina edir. Çünki bir ətrafda bir xərçənglə bağlı qorxuducu, ajotaj yaradıcı fikirlər var. Biraz da müalicə etapında bir kimyoterapiya falan, burada bir qadınların xarici görünüşünə dəyən bir ziyanlar var, saç tökülməsi falan. Xəstələr bundan çəkinərək müalicəyə getməməyi üstün
tuturlar. Amma bu xəstələrə də maarifləndirici, ətraflı başa salınır ki, yəni bunlar müvəqqətidir. Siz bütün müalicələrinizi qutarandan sonra artıq əvvəlki görünüşünüzə qayıda biləcəksiniz. Əsas sizin sağlamlığınız önəmlidir. Aha. Mən o səbəbdən istəyirdim biz erkən müayinələrin, erkən aşkarlanmanın xeyrini belə deyim də faydasını vurğulayaq ki, hiss etdikləri anda, nəsə şübhə etdikləri anda nə qədər tez gəlsələr, həkimə müraciət etsələr, o qədər tez aşkarlansa, onun nə qədər faydası olacaq? Yəni nə qədər riski azaldacaq ki, insanlar da qorxmasınlar. Biz bunu məncə izah eləməliyik qadınlara ki, nə qədər erkən aşkarlansa, o qorxduqları proseslər daha az riskli olacaq, düzdürmü? Təbii ki, nə qədər erkən aşkarlanarsa, bunu nə qədər erkən eləyə biləriksə, o qədər də sağalma şansını və belə deyək, süd vəzini qoruya bilmə şansımız daha çoxalacaq. Çünki artıq hansı ki, gecikmiş mərhələlərdə çox vaxtı biz süd vəzini qoruya bilmirik. Düzdür, hal-hazırda tibb inkişaf eləyib, rekonstruktiv əməliyyatlarımız var. Onunla bərabər bunu süd vəzini bərpa eləyə bilirik. Amma yenə də yaxşı olardı ki, erkən mərhələdə deyək, birinci mərhələlərdə, ikinci mərhələdə xəstə müraciət edəndə bu zaman süd vəzi qoruma şansımız böyük olur. Xəstənin özünün sağalma şansı böyük olur. Onun müalicə dövrünü daha yaxşı keçirməsinin şansı olur. Ona görə də bu xəstələrə biz mütləq şəkildə erkən müayinə, hətta mən deyərdim heç bir şikayəti olmadan belə 18 yaşına çatmış hər bir xanım ən azı ildə bir dəfə ultrasəs müayinəsindən keçməyi məsləhət görürük ki, hansı ki bunu özündə heç bir şikayət ola bilər ki, bunu hiss etməsin, amma biz onu müayinələr nəticəsində aşkarlaya bilək. Sonda Gülnara xanım nə demək istəyirsiniz? Süd vəzi xərçəngi haqqında qadın nələri bilməlidir? Hansı tövsiyələriniz var qadınlara? Qadınlara tövsiyə rutin kontrolları aksatmamalıdırlar. Mütləq şəkildə dinamik həyat tərzi keçməlidirlər. Zərərli vərdişlərdən uzaq olmalıdırlar. Və bütün xanımlara demək istəyirəm ki, həyat çox qısadır. Ona görə də sağlamlığınızın dəyərini bilin. Vaxtı-vaxtında müayinələrə gəlin. Çalışdığınız qədər həyat şəraitinizi dəyişin ki, daha sağlam deyək ki, qidalanmalara üstünlük verin. Daha çox gün işığı altında olun ki, bol-bol D vitamini sintez eləyin və daha gözəl qalın. Gülnara xanım, çox sağ olun. Bugün çox mühüm bir mövzunu bizimlə müzakirə etdiniz. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Siz sağ olun. Hörmətli tamaşaçılar, biz bugün çox mühüm bir məsələni müzakirə elədik. Süd vəzi xərçəngi haqqında müzakirələrimizi etdik. Unutmayaq ki, erkən diaqnoz hər xəstəlikdə olduğu kimi xərçənglə də mübarizədə mühüm rol oynayır və erkən diaqnoz həyat xilas edir. Sağlamlığınıza diqqət yetirin. Sağ olun. Növbəti verilişdə görüşənədək.